dəqiq olsun. Bizdə bütün xəstələrimizə biz veririk zaten. Bizim burada tövsiyə vərəqələrimiz var ki, orada ASD-nin içməsi de burada yazılıbdır. Burada var. Bunu tərcümə eləmişik. Rus dilindən, digər dillərdən hamısını tərcümə eləmişik. Burada bir neçə sxem növləri var. Ən uygunu bu sxem növüdür, hansı ki müəllif özü deyirdi. Digər sxem növü də var ki, burada göstərilibdir. Bunu da eləmək olar. Kim bizə gəlirsə, kim WhatsApp-a yazırsa, onu PDF şəklində, Word şəklində göndərə bilirik. Canlı gələn xəstələrdə bunu hamısına veririk, havayı veririk. Amma video üçün deyirəm, ən yaxşı variant 5 damcıdan başlamaqdır. Bunun da kəskinliyi var. Bu da 40-cı illərdə çox gözəl preparat idi. Bunu baytarlıqda istifadə edirlər kəskinliyinə görə. İnsanlar özlərinə rəva bilmədiyini heyvanlara rəva bilirlər. Halbuki heyvanların iyi bilmək qabiliyyəti daha üstündür. Son 1-2 ildə bu preparatın şamı da çıxıbdır, kapsulası da çıxıbdır. Rusiyada, Ukraynada, digər ölkələrdə. Şamı bizdə var, onu burada yoxdur. Damcısını nətər istifadə eləmək olar? Ucuz bir preparatdır. 5 damcı, o da 0,1 milli eləyir. 1 milli bu qədərdir, 0,1 bu qədərdir. Flakon qapağını açmadan şpritslə çəkmək 1 milli bir xətt. Suyu stəkana töküb, şpritsi suya içinə daxil edib altında boşaltmaq ki, havaya təmas olmasın. Sonra da içmək. Gündə 4 dəfə yeməkdən əvvəl. Saat 8-də, 16-da, 8-də, 12-də, 16-da, 20-də. Bunları bax belə qaydada içmək. Və hər həftə deməli 5 gün içib 2 gün fasilə və hər həftə 5 damcı qaldırmaq. Bəzi hallarda, ağır xəstələrdə bu rejimi biraz tezləşdirmək olar. Yəni, hər gün biraz 0,1 qaldırıb, 10 gün ərzində 1 milliyə çatdırmaq və 50 gün ərzində 2 aya 5 milliyə çatdırmaq. Və 5 millidən yuxarı eləməmək. Çünki 5 milli çoxdur və xüsusi nəzarət tələb edilir. 0,1 çox küçük bir dalaca bir dozadır, onu ehtiyac yoxdur nəzarətdə saxlamağa. Sadəcə hər insanın orqanizmi fərdi olduğuna görə gərək baxaq görək nətər təsir edir. Çox gözəl preparatdır, hər tərəfli preparatdır, immunitetin bütün növlərini qaldırır, həmçinin də şiş əleyhinə immuniteti qaldırır. O cəhətdən kompleks preparat kimi çox gözəl işimizə yarayır. Şam şəklində həm sistemik təsir göstərir, həm yerli təsir göstərir, qadınlara, kişilərə, proktoloji, ginekoloji xəstəliklərdə çox yaxşı bir vasitədir və güvənilmiş vasitədir. Əlbəttə ki, tək bu bəs eləmir. Əgər bütün hər şeydən keçibsən, heç nə eləmirsən, tək ümid edirsən ki, ASD kömək eləyəcək, kömək etmir.